Həkim qonağı, nevroloq, epileptoloq, bunu xüsusilə vurğulayım, Ehtiram Alışanovdur. Ehtiram doktor, xoş gördük sizi. Xoş gününüz olsun. Studiyamıza xoş gəlmişsiniz. Necəsiz? Çox sağ olun, xoş gününüz olsun. Hər görüşümüzdə biz epilepsiya xəstəliyinə toxunuruq. Bu və ya digər səbəblə, ümumiyyətlə epilepsik tutmaların yaranmasında hansı səbəblər varsa, onları biz maarifləndirici fikirlə insanlara çatdırmış oluruq. Amma bugünkü gündə baxıram ki, epilepsiya diaqnozunu, yəni növünə görə tam təyin olunmasa da, müalicəsini yanlış istiqamətdə götürən həm həkim mütəxəssislər, kollegalarınız, eyni ilə də müalicə alıb effektini görə bilməyən insanlar var. Epilepsiya tutmaları hansı səbəbdən yaranırsa, elə o haqda fikirlərinizi alaq. Epileptik tutma birbaşa baş beynin cərrahinin düzgün işləməməsi nəticəsində olur. Orada nə qan olmuyor, nə damarlar oynayır rolu, heç nə oynamır rolu. Orada cərrahin özüdür. Düzdür, beyində indi andan gəlmə orada orqanik, yəni şişlər ola bilir, malformasiya ola bilir, yəni beynin dəyişikləri cörbəcə olur. Onlar da yəni cərrahini gətirib düzgün gətirib çıxartırlar. Bunlar ikincili səbəblər. Yox, onlar elə o gətirib o çıxardır. Ana səbəblər sırasında onu da göstərirsiniz. O ana vaxtında olan şeylərdir. Epilepsiya həmişə mən deyim ki, o anadan gələn xəstəlikdir. O ana vaxtında kodlaşır, doğuşda kodlaşır. Qazanan epilepsiya olmur. Qazanan olur ensefalopatiya. O nə deməkdir? O beynin toxuması zədələnir. Müxtəlif şeylərdən, zəhərlənmədən, travmadan zədələnə bilir. O da gətirib çıxardır ki, o cərrahin düzgün işləmir, o da tutmaları gətirib çıxardır. Bizdə o təmiz epilepsiya gedin, bizdə gedir ensefalopatiya. Neçə növ var? 80 dənə belə hələlik o növlər, yəni epilepsiyanın özü. Məlum olan növü say olaraq 80 göstərilir, bəlkə də onun üzərindədir. Bütün növlərinin səbəbi bətin daxil inkişaf dövründə beynin məruz qaldığı problemlər səbəbi. Vaxtında o koddur da bizdə qator, o qam-qamin yağ turşusunu düz saxlamalıdır 40%. Biz demirik qazanılmış, amma hər hansı bir xəstəliklər fonunda bax deyir sizə travmalar, şişlər səbəbi ilə, epileptik tutmalar, yenə də. O epilepsiya bənzər tutmalardır, o sırf epileptik, yəni oxşuyur da bizim tutmaya oxşuyur. Mahiyyəti də oradandır, onların müalicəsi... Aydın, indi bəhs elədiyimiz səbəblə epileptik tutma yaranırsa, dediyiniz 80 və ya onun üzərində olan növlərin sırasına girirsə, biz necə deyə bilərik ki, bütün növlər anadan gəlir? Yox, o ensefalopatiyalar o növlərə girmir. Onlar bizdə gedir ensefalopatiya. Var sırf epilepsiya, var onların tutmaları bəzi xəstələrdə müşahidə oluna bilər. Ensefalopatiyadır, o toxuma zədələnib. Düzdür, dərmanlar işlənir, bizim dərmanlar orada işlənir, genasiyon cərrahini. Onun gedişatı, onun o proqnozu biraz ayrı cür olur. Risk qrupunda olan yaşları xatırlada bilərik. Risk qrupunda epileptik odur ki, 52 yaşına qədər xəstələnmək olar da. 52 yaşına qədər? 52 yaşından sonra əgər birinci dəfə epileptik tutmalar müşahidə olunursa, o ensefalopatiya aiddir, epilepsiya aiddir. Şişlər aid ola bilər, çox şeylər var orada. Həmişə demişik, ya 1 yaşına qədər, ya 60 yaşın üzəri, bəlli bir yaşında epileptik tutmalarda bir risk. Epileptik tutma 0-dan 52 yaşına qədər cibit ola bilər, başlanıcı. Hər yaşda görülə bilər. Hər yaş. Çoxu düşür 15-16 yaşına qədər. Cibitlər oluşur. Sonra o bizim müalicələr, biz deyirik, müalicə qurulub uşağın beynin inkişafında. 5 illik orada müalicədir, onu biz müalicə edirik, çalışırıq, o patoloji dalğalara otuzduraq. İndi uşaq elə, o fəlsəfə oradadır ki, uşaqlar gecə yatanda onlar böyüyürlər və onun beyinləri koda düşürlər. Düzgün işləməyə, necə işləməyə. Biz dalğaları otuzduruq, ki 50%, 60%, 70% də uşaqlar sağalırlar. Beyin o kodu yadında saxlayır ki, dalğanı yuxarı verməsin. 5 ildən sonra dərman atməsində qalır. Yəni bunu süni şəkildə kodlaşdırırsınız? Çox süni şəkildə. Hansı metodla? Dərmanla. Dərmanla. Dərman. O zaman əsas müalicə metodu dərman müalicəsidir. Epilepsiyanın əsas müalicə metodları dərman metodlarıdır. Əsas indiki vaxtda. Bəzi cərrahiyyə metodlar yəni işlənir. Cərrahiyyə o demək deyil ki, siz operasiya elədiniz və uşaqda epilepsiya qutardı. O biraz düzgün sadalanma deyil. O cərrahiyyə metodlar biz eləyirik o vaxtda ki, açan dərmanları bizdə rezistentlik yaranır. Dərman verirsən bir neçə kombinasiyalardır, dərmanlardır. Bir epilepsiya görə 2-3 dənə dərman ola bilər. Onları tam işlədikdən sonra bu kombinasiyalardan sonra kömək eləməndə, onda əlimizi cərrahiyyə metodları atırıq. Niyə görə ki, cərrahiyyədən sonra bəlkə 2-3 dərman ya 1-2 dərman verəndə tutmaların qabağını saxlamaq olacaq.
Amma cərrahiyyə o demək deyil ki, operasiya elədilər və epilepsiya qurtardı, bir yolu, bir də bu dərman içməyəcək bir şey yox. Mənim fikrim yenə də qaldı o kodlaşma məsələsində. Çünki tutmaların növləri o qədər mürəkkəbdir ki, sizin dediyiniz... Epilepsiya 80-dır, tutmalarımızın 27 növ var. Bir də var epilepsiya özüdür, bir də var epilepsiya bənzər tutmaları. Onlar lap çoxdur axı. Yox, aydın məsələdir. Biz hər dəfəsində təkrarlayıq, var epilepsiya lazım olmayandır. Düzdür, bizim həkimlər xəstələr deyəsə müalicə eləmək indiyə qədər. Biri febril qızdırmalardır, o da qızdırmayla olan. Bir də ki, affektiv respirator tutmalardır. 3 yaşına qədər uşaq ağlayanda bir nəfəsi kəsir, gömgö olur, yıxılır. Bunu qarışdırırlar, yoxsa necə? Onu deyək ki, epilepsiyada dərman verirlər, sağlam uşaqda dərman veriləndən sonra bir müddətdən sonra o özü epilepsik ola bilər. Qəbul olunacaq bir səhv deyil. Halbuki epilepsiyanın biz tərifində belə deyirik ki, 2 və daha artıq tutması olarsa, EEG müayinəsi, gecə monitorinqi, MRT olunmalıdır, gecə monitorinqi. Ətraflı müayinələr aparılmalıdır. Qanada baxırıq, tam. Protokol bunu deyir, mən demirəm. Yox, protokol onu deyir. Yəni, sizin dediyiniz hal yaşandığı halda, mən bugünkü gündə nəyi müşahidə edirəm, valideynlərimiz üçün gəlir, EEG müayinəsində bəlli bir ocaq gördüm, uşaqda gələcəkdə tutma olmasın deyə dərman yazanlar var. O düzgün deyil. Epilepsiya profilaktik müalicə absurddur. Amma onu dərman verəndə onda epilepsiya əleyhinə preparatı yenə də həkim yazıb deyə alıb qəbul edir uşaq. Ondan sonra kodlaşmayı istədiyi qədər gəlsin, ehtiram alışanı heç nə eləyə bilməz. O rüsünlü şəkildə yaranmış epilepsiyadır. Beyinə zərər verirlər. Yox, onu heç kim sağlada bilmir. Ömür boyu o dərmanı da içəcək. Lazımsız yerə, lüzumsuz yerə dərman içilsə belə... Bax, gəl belə elə. Deməli, qam-qəmin yağ turşusu bizdə, sizdə, bu ortada. Bizdə 40%-dir başımızda. Ona biz yıxılmırıq. Deməli, əgər uşaqda 40%-dirsə, siz də qıraqdan başlayır sonra bizim dərmanı vermək, o faizi qaldırmalıdır. 41 ola bilməyəcək axı, beyin partlayar. Avtomatik beyin öz ixracını azaldır. Yatdı durdu, 1 ay, 2 ay, 3 ay, 5 ay keçdi, 1 il keçdi, sonra koda düşdü ki, 40 vermə, 35 ver, qıraqdan da 5 gəlir, 40 olacaq. Düşdü koda. Ömrü billah o uşaq dərman içəcək, ömrünün axırına qədər. Onu sağaltmaqda olur. O sünni şəkildə yaranmış epilepsiya. O dərmanı al tutsun. Məndə bir neçədən xəstə olub, heç də onun qarşısını almam. Beyin koda düşüb də. Beyin isə bir kərəm koda düşür. Ya ora, ya bura. Ya sağalır, ya da ki, nə yapır. Bu protokolu digər həkimlər oxumur ki, mən belə aparıcı olaraq bu protokolu oxuyuram, maraqlanıram. Orada da protokolda göstərdi ki, epilepsiyanın profilaktik müalicəsi yoxdur. Mən hər dəfə mənim yanıma gəlir xəstələr, eyni sözləri, mən onu valideyn özünə uydurmayacaq ki. Onu demək, valideyn eşidib də o sözü də. O sözü də mənə qaytarıb. Valideyn uydurmur, valideyn qorxu içindədir. Yox, valideyn gəl, mən soruşanda ki, bu dərman niyə vermirsiniz, bu nədir, bu epilepsiya nədir? Həkim dedi ki, epilepsiya ola bilər. Yəni, belə başa düşürəm ki, deməli, profilaktik veriblər də, который qadağadır bizdə. Elədir. Profilaktik müalicə bizdə yoxdur. Epilepsiya ya var, ya yoxdur. Bir kərəm tutma ilə epilepsiya demək deyil. O təkrar olmalıdır. Heç olmasa azı 2 dənə, belə 3 dənə təkrar olmalıdır, səbəbsiz özü. Əgər bir tutmanın səbəbi varsa, o epilepsiya adəti yoxdur. Lüboy tutmanın səbəbi varsa, yıxıldı, qorxdu, qışqırdılar üstünə, uşaq həyəcan keçirdi, imtahana getmədi, kəsildi. Tutma oldu, birazdan, yəni belə epilepsiya bənzərdir onlar bizdə, bənzər. Sırf epileptik tutma səbəbsiz olmalıdır. İnsan durduğu yerdə yıxılır ya da huşunu itirir. Tutma bizdə bir dənə olmur ki, bir neçə, 27 növ tutma var bizdə. Bizim epileptik tutmaların 3 mərhələsi var. Tutma özü 1-2 dəqiqə çəkir. Tutmadan sonra bir alaqaranlıq vəziyyət əmələ gəlir. Xəstə ayılıb, belə də key kimidir bir şey. Bir də ondan sonra yatmalıdır mütləq. Əgər tutmalarda nəsə orada uyğunluq gəlmirsə, epilepsiya bir çox maraqlı xəstəlikdir ki, orada hamısı bir-birinə uyğun gəlməlidir tutması. Əgər orada bir nəsə uyğun gəlmədi, ya tutmada, ya EEG-də, o epilepsiya sırası əleyhinədir, çıxır sırası epilepsiya. Onu necə iddia eləyə bilərik? Mənim yanıma gəlirlər, anası söyləyir ki, gəlirlər, söyləyirlər ki, gündə tutma 10 dəfə, 20 dəfə tutma. Gəl, EEG bizdə müayinə olur, tutmalar olub, baxırıq, EEG-də başqa heç nə yoxdur, çıxmır. Keçmişdə düzdür, o köhnə EEG ilə 20-ci əsrdə 10-15 dəqiqəli EEG-lər vardı. Onlar deyirlər ki, çıxmalı. Bizdə indi müasirdir. Gecə yuxusunu çəkirik, sutka ilə eləyə bilərik, həftələrlə eləyə bilərik o bizə EEG-ni. Axırda bir tapırıq. Bizdə baş beynin, yəni cərayinin o tokun düzgün işləməməyidir. O dalğalarda görsənir. Patoloji dalğalar çıxmalıdır. Patoloji dalğaların da növləri var. Bu ilkin müayinədə bəlli olur, yoxsa təkrarlayırsınız siz bu müayinələri? Yox, biz müayinələrdə əsas epilepsiya növünü axtarırıq. Bizə çox müayinədə epilepsiya növünü axtarmırıq. Epilepsiya çıxıb da tutmalarına. Anamnezdən bilirsən də.
bir epileptoloq olaraq bilirəm ki, bu işdə sizə daha çox ağırlaşmış xəstələr gəlir və çox hekayələrlə qarşılaşırsınız. Mənə bu lazımdır ki, o diferensial diaqnostika da sizdə daha çox işə yarayır. Diaqnoz qoyanda diferensial diaqnostikanı da nəzərə alırsınız. Bir çox xəstəliklərdə bu nəzərə alınmır. Hər nə qədər oxşar olsa, onu nəzərdə tuturam. İndi valideyn deyə bilər ki, uşağımın ürəyi getdi, 10 dəqiqə özünə gələ bilmədi. Halbuki biz bunun vaxtını veririk. Bəs onu deyirəm mən. Bir də görsən gəlirlər, soruşuram, tutma nə qədər olub? 4-5 saat çəkib. 4-5 saat bizim tutma çəkə bilməz. Bizim tutma elə bir 15 dəqiqə, yarım saatdan çox artıq. Əsl epileptik çəksə, yox, yarım saat uşaq ayılmır. Orada statusdur. Reanimasiya getməlidir uşaq. 5-6 saat epileptik tutma çəkə bilməz. O gün gətirib, nə olub, imtihana gedib, kəsilib, nə olub, yıxıldı. Epilepsiya deyil. Anamnezdə bildik ki, onu biraz sakitləşdim, dedim ki, düz, haçan bir də yıxılar, amma imtihansız. İmtihansız. Haçan yıxılar, onda gələr, söhbət elərik. Həyəcan olub, sinkopa olub. Sinkopadır, o nə deməkdir? Baş beynin kəskin qan devranı pozulması. Bir 30 dənə səbəbi var ona. Qorxuda biraz spazma verəcək, qan başa gelmə yıxılacaqdır. Yəni, işte, epilepsiyadır o. Hər yıxılma epilepsiya deyil. Çox rahat deyil, əlbəttə. Yox, rahatdır ki, biraz müxtələşmişsin. Bilirsiniz, yanlış dərman qəbul edənlər var. Çox. Beyin fonksiyonalığı itibi, şəxsiyyət dəyişikliyi heç uzağa getmək istəmirəm. Psixoloji problemlər baş qaldırıb. İmkan olsa ona adresi verərəm, o valideyni ya gəlsələr, ya sizinlə söhbət eləsələr, onunla söhbət eləyərsiniz. Bu yaxınlarda olub. Yəni, 5-6 ayın söhbətidir. Bizim vətəndaşdır, hələ onu Türkiyədə aparıblar. Türkiyədə onu müalicə yazıblar, çox hələ məhdədə qaldım. Bizdə qanunla, protokolda 3 dərmandan artıq yazmaq olmaz. Orada 4 dənə yazmışlar Türkiyədə. Söhbət onda deyil. O yavaş-yavaş o bütün dərmanları çıxartdım mən. 3 ayda uşaqda tutma yoxdur. Yenə də hər bir halda mən buradan səslənmək istəyirəm. Əlbəttə, həkimlə danışıq sırasında, görüş sırasında anamnez çox vacibdir. Orada klinikanı ifadə edirsiniz. Klinika dediyimizdə əlamətlər, simptomlar və s. Digər müayinələrə də artıq anamnez sırasında həkim özü yönəldəcək. Yox, gəldim. Bizdə əsas, İlham xanım, bizdə orada çox aparatur, bizdə bir MRT lazımdır, beynin vizualizasiyası, bir də EEG. Qanda ehtiyacı olsa bir-iki dənə. Yox, EEG deyirsiniz, gecə monitorinq. Toqa monitorinq da mən Bəs bunu aydınlıq gətirək. Çünki sadəcə EEG klinikasız diaqnoz qoyulmasında böyük bir səhvdir. Protokolda belə bu vurğulanır, xatırlayın. Çünki gəz belə elə, çox maraqlı. Şizofreniya xəstəliyi var da, ağır xəstəlidir, psixi xəstəlidir. Orada EEG-ni çəkirsən, normal adamdan seçilmir. Amma nevrozlarda isteriklərdə, onlarda bəzi şey çəkəndə baxırsan ki, orada biraz belə oxşu, dalğaları biraz oxşu. Onu bilən adam, o bilir ki, o isterikadır da, o epilepsik, oxşuyur, epilepsik dalğa oxşuyur. Bilən adam bilir ki, bu epilepsiya dalğasıdır, bu isterik dalğadır. Çox maraqlıdır. Çünki isterik tutmalar var axı. İndi onun adını deyirlər ki, davranış pozuntuları konvulsiyon tutmalarına. Köhnə gedir isterik nevroz, isterik tutmasını. İsterik nevroz o xəstəlik sayılmır, o davranış pozuntulara aiddir, aktunsiyası xarakter, xəssiyyət elədir o. Yəni, oxşar əlamətləri verəcək hansı xəstəliklər var, onları istəyirsiniz sadalayaq. Nevroz deyirsiniz. Nevrozlarda, isterik nevrozlarda, epilepsiya bənzər tutmalar verə bilər. Başqa? Başqa, İlham xanım, bizdə var monoamin turşular xəstəlikləri var, onların bir 10-15 dənədir. O xəstələrdə olanda uşaqlarda o tutmalar olur. O demək deyil ki, biz onlara sırf epilepsiya kimi müalicə edirik, yox. O xəstəyə tapanda o xəstənin qarşı dərman verirsən, bizim dərmanlar biraz kömək edici rol oynayır. Bir açan tam oturandan sonra biz o dərmanımızı çıxardırıq. Nə deməyə çalışırıq? Hətta normal halda belə biz insanlarda EEG müayinəsində, dalğalarda dəyişkənlik, anormallıq görülə bilər. Görünə bilər. Yaşlı insanlarda görünür. Beyində bir toxumada problem olanda, ağıldan kamlı insanlarda görsənir. O biraz EEG-nə biz bilirik bunun ağıl nə qədərdir. IQ, yəni demək istəyir. Orada hamısı o çıxacaq. Çünki var, bizdə EEG nə deməkdir? Doktor, migrenli xəstələrdə necə? Migren xəstələrdə çıxa bilər. Migren xəstələri çıxır, oradakı bənzər çıxır bizdə. Diaqnostikada çox böyük səhvlərə yol verilir. Həkim də onu deməyə çalışır ki, sadəcə əgər klinika yoxdursa, yəni əlamət yoxdursa, 2 dəfədən artıq, 2 dəfə və ya 2 dəfədən artıq tutma təkrarlanmayıbsa, biz onu epilepsiya deyə bilmərik. Gecə monitorinqi nəticəsi olmasa epilepsiya deyə bilmərik. Hər hansı bir funksional pozğunluq MRT nəticəsinə görə ocaq yoxdursa, ocağa bağlı və s. Ocaq xəstələr bir də görsən deyək, doktor, ocaq var, ocaq var. Ocaq MRT-də görsənir. Onu deyirəm də, MRT nəticəsi. Əgər ocaq MRT yoxsa, bizdə ki o, bunlar deyək ki, həkim
həkim deyir ki, EEG-də ocaq. O ocaq deyil, bizdə o şərti sayılır. Çünki beynin alın hissəsi var, gicgah hissəsi var, ənsə hissəsi var, təpə hissəsi var. Bizdə orada çıxanda biz yazırıq ki, əsas patoloji dalğalar simptomatik alın hissəsindən çıxır. Təpə hissəsindən məsələn. O demək deyir ki, bu fokal epilepsiya deyil, bu ocaqlı epilepsiya deyil. Bu simptomatikdir. Patoloji dalğalar çoxsu təpə hissəsindən çıxır. Patoloji dalğalar az öncə qeyd elədiyimiz kimi yaşlı insanlarda da ola bilər, normal insanlarda da ola bilər, miqreni insanlarda. Yəni hər tutma, hər qıcı olma epilepsiya deyil. Mən sizə bilirəm, çox da maraqlı bir şey var. Uşaqların EEG-si, o yaşlı adamların, yaşlı yəni götürək bir 60 yaşında, onların EEG-si fərqli. Siz demə söz yaşı, bizə EEG-ni mənə göstərir, mən baxan kimi deyirəm, bu yaşlı deyəsə ağıldan kamdır. Bu deyəsə ağıldan kamdır. Yox, deyəndə uşaqdır, ondan normadır. O da gərək yaşı dəqiq biləsən sən. EEG çəkən adama yaşı gərək xırdalığını düzgün deyəsən. O baxanda dalğalar aldadır demək istəyirsiniz. Dalğa bir də görsün, yox. Yaşa görə biz bilirik, axı bu dalğa bu yaşlı ola bilər, ya ola bilməz. O biz EEG-ni niyə eləyirik? Biz bilirik norma dalğa necə olmalıdır. Gerisi, hündürlüyü. Biraz normadan qırağa çıxdı, biraz normadan oraya getirir, bilirsən patologiyadır. İndi hansı patologiya? Epilepsiya patologiyasına, nevrozun patologiyasına, ensefalopatiyanın patologiyasına. Əslində bu mövzularda, ümumiyyətlə bu problemlərdən əziyyət çəkən insanlar sadəcə nevroloq deyil, bunun üzərinə epilepsiya sahəsində ixtisaslaşmış epileptoloq yanına aparsalar övladlarını daha yaxşı olar. Mən uzun illərdir Ehtiram Alışanovu tanıyıram. Artıq 20 ilin üzərindədir bu tanışlıq, bu dostluq, bu münasibət. Çox sayda xəstələr görmüşəm ki, uzun illər epilepsiya əleyhinə dərmanlar qəbul edib, amma Ehtiram doktorla çox kiçik bir mübahisədən sonra o dərmanı artıq yanlış qəbul etdiyini həm fərqinə varıb, həm dayandırıb, həm də epilepsiya xəstəsi olmadığını bilib. 30 il məndə 2 dənə xanım gəlmişdi, biri 53 yaşı var idi, birinin 46 yaşı var idi. Birinə 23 yaşında epilepsiya diagnozu qoyub dərman veriblər, birinə 16 yaşında qoymuşlar. Biz yoxladıq uzaq, nə onda, nə bunda epilepsiya çıxmadı. İsterik tutmalar idi onlar. Kəsdiniz dərmanları? Dərmanları yavaş-yavaş kəsdik, psixogen müalicələr elədik. Bəs çıxışımızın əvvəlində dedik, süni şəkildə yaradırıqsa o uşaq ömür boyu dərmanı qəbul etmək məcburiyyətində qatışdırmı? Uşaqda, yox, bunların yaşı keçmişdi axı, beyin inkişafından sonra. Hə. Əsas mən, o balaca uşaqlara. Mənə əsas. Bəs onu deyəndə, febril qızdırma olanda, affektiv. Deməli, inkişafda olduğuna görə süni şəkildə yaradırıqsa, ömrün sonuna qədər içməlidir. Amma dediyiniz, beyin inkişafını dayanır. Qızlara 18 yaşından sonra, oğlana da 21 yaşından sonra. O dərmanı verirsən, sən bizim dərmanları. Onlar biraz vəziyyətin pis eləyər nəsə, amma heç onlara epilepsik elə bilməyəcək. Çünki niyə? Beynin formalaşası bağlanıb. Koda salmaq olmayacaq. 21 yaşına qədər. Ona görə də birində 23 idi, o birisi 18 yaşı idi. O beyinləri bağlanmışdı ona görə onlar epileptik olmadılar. Amma 30 il içiblər o dərmanları. Bildiyim tək bir şey var ki, doğru ünvana və doğru həkimə müraciət etmək heç bir zaman gec deyil. Varsa müalicə alanlar profilaktik olaraq da, hətta alınan dərmanların belə doğru, yanlış olduğu məlumatını almaq üçün. Mən də sizə bir söz. Deməli, təzə protokolla nədir? Bu protokolu təzə 21-ci əsrin protokoludur. Məndə də sağlamlar çoxdur. Kimyəli televizyon baxıb deyə bilər ki, doktor sağalıb. Tam şəkildə sağalıb deməyəkdir, doktor? Yox, tam. Remisiya alırıq. Tam sağalırlar, tam. 5 ilə tam sağalıblar. Təzə protokolla da. O zaman sağalan növləridir. Epilepsiya bölünür genetik, fokal, simptomatik, bir də idiopatik. Deməli, genetik ucu başa düşsüz o sağalan döyülür. Fokal da parçal, fokal, iki şeyin bir adıdır. Deməli, o nə deməkdir? O beyində pişiş ola bilir, malformasiya, nəsə bir şey. O epilepsiyanın səbəbi odur. Yəni, məntiqlə ki, biz dərmanla o səbəbi yığışdıra bilmirik. Axıra qədər içəcəkdən. Sağalır 2 dənə o kvalifikasiya. Simptomatik, bir də ki, idiopatik. İdiopatik nə demək? Yaş dövrünə əlaqədar. Məsələn, siz eşitmişsiniz belə, absens epilepsiyasını eşitmişsiniz. Onun 2 növü var. Uşaq absens epilepsiyası, bir də juvenilni. Uşaq başlayır 3 yaşından 7 yaşına qədər, debüt. Desələr ki, quruma var, doğur qalır, 2 yaşında uşaq, sən 100 var bilirsin, bu absens deyil. Bu absens tipli tutmadır. Hansı növ epilepsiyanın? Absens tipli. 2 yaşında uşaqda absens epilepsiyası ola bilməz. Bir də ki, Yuniski absens gedir, deməli, 8-dən 12-yə qədər. Toz əgər 14-15 yaşında birinci dəfə gəldi doğma şikayət edirsə, o absens epilepsiyası deyil. O nəsə bir epilepsiyadır, prosto tutması absens kimi verir. O bizdə deyir atipik absens. Əgər 30 saniyədən biraz çıxdısa, o absens epilepsiyası deyil. O absens tipli tutmalardır. Epilepsiyada yoxdur universal dərman. Yoxdur bizdə. Elə dərman elə icad eləməyiblər.
Prinsip o dərmanlar üçün icad eləsələr, onda bizim služba ehtiyacı olmayacaqdı. Gədə aptekdən də ki, epilepsiya var, bir dənə dərman verəcək ki, gəlib. Aynı şey olar, onun növündə. Bəs mən onu deyim də, bütün həkimlər onu eləyirlər də. Kim gəldi? Epinex. Kim gəldi? Epinex. Depakin, Epinex. Başa da salmaq olmuyor ki, bu dərmanlar, bunlar birdir, sonra bizim dərmanların çoxsu tragen, qaraciyərə, bədiyə, beyninə çox pis təsiri var. Onu seçəsən gərək, düzgün. Doktor, təşəkkür edirəm studiyamıza gəldiyinizə görə. Xoş oldu sizinlə təkrar görüş, söhbət. Bir daha xatırladım. Həkim qonağımız nevroloq, epileptoloq Ehtiram Alışanov idi. Medera Hospitalda fəaliyyətini davam etdirir. Telefon nömrələrini qeyd edin. Fərq etməz, yəni ümumiyyətlə nevroloq həkim olduğuna görə nevroloji problemlərlə bağlı da qəbula yazılmaq mümkündür.